Əziz izləyicilərim, xoş gördük sizi. Bugün mən sirkə badımcan hazırlayıram. İstədim sizinlə də bölüşəm. Badımcanımızı axşamdan pörtmüşük, suyunu sıxmışıq. İndi isə içlik hazırlayıram. İçliyə qırmızı, yaşıl, acı biber, nanə qurusu, petruşka, dot, bir də qara toz biber vurmuşuq. İçliyimiz hazırdır. İçliyimizə biraz da sirkə əlavə etdik. Sirkə mən özüm hazırladığım sirkədir. Qançerli də əlavə edirəm. Sirkə alma sirkəsidir. 6-7%'lıqdır. Turşular üçün hazırlamışam. Qançer bir neçə qaşıq əlavə edirəm əvvəldə. Badımcanlarımızın içərisini yığıram. Bizə yığaq. Hazırlayan hər bir kəsə nuş olsun. Çox gözəl olur. Neçə illərdir ki hazırlayıram. Bu reseptlə mən badımcanları pörtəndə yumuşaq edirəm. Çünki yumuşaq xoşuma gəlir. O ki bütün içliyi çəkir özünə. Yeyəndə də ki o qədər yumuşaq olur. O qədər yumuşaq olur. Yəni biz belə xoşlayırıq. Kim istəsə biraz bərk edə bilər. Hər biriniz hazırlayın. Soğanı da sirkəyə qoyuruq. Gözəl şəkildə. Yəni ki onun qış, yay fərqi yoxdur. Nə vaxt qutardı o vaxt biz soğanı da sirkəyə qoyuruq. Yayı, qışı yoxdur bizim üçün. Əgər xırda soğan tapsam, inşallah onu da bölüşəcəm sizlə. Əziz izləyicilərim, budur mənim hazırladığım sirkə badımcan. Hazır oldu. 2 kiloluq bankadır, 2 dənə çıxdı. İnşallah hazır olanda da sizinlə bölüşəcəm. Hazırlayan hər kəsə nuş olsun. Allah ruzunuzu bol eləsin. Sağ olun, var olun izlədiyinizə görə. Bəyənməyi unutmayın.